Gilas qiymətləri yuxarı. Gilaslar olur məsəl üçün burada 2 manatdan 5 manata qədər. Gilaslar. Həm 5 manatda gilaslar marketlərdə artıq 10 manat, 11 manat, 12 manat deyil. Bazarlarda mövsüm meyvələrinin qiymətlərinin ötən illərlə müqayisədə bahalaşdığı bildirilir. Satıcılar qiymət artımını məhsulun azlığı və hava şəraiti ilə əlaqələndirirlər. Bugünləri yağışları oldu. Yox, baxsı oksigendə ki, dolu yağış, düzdür, bəzi məhsulları ziyan verib. Və bəzi məhsulları var, məsələn, yerində qalıb. Yenə ki, o bir illərə baxanda bir illəri biraz məhsullar zəif oldu, çətin oldu. Yəni, yağış düşdü, dolular düşdü, hava şəraiti ilə əlaqədar olaraq. Ancaq bilək ki, yaxşıdır gəlir. Qiymətləri həmişə gilas qiymətləri yuxarı olur. Gilaslar olur, məsəl üçün, burada 2 manatdan 5 manata qədər. Gilaslar. Həm 5 manatda gilaslar marketlərdə artıq 10 manat, 11 manat, 12 manat deyil. Yəni, burada qiymətləri görüb 11 manat 99 qəpik. Yəni, orada eləyib deyil, onlar öz işləridir. Elədir ki, hər hektardan biz 70 sentner məhsul veririk. 70 sentner. Bu görünməyən bir şeydir. Düzü xarici ölkələrə də biz savdırə edirik. Elə ki, göndəririk də. Göndərməsə burada o görə biraz qiymət hələ var. Allaha şükür götürə bildik öz qoyduğumuzda. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə deyir ki, bahalaşmanın əsas səbəbi məhsulların xarici bazarlara ixracıdır. Son bir neçə ildə belə bir tendensiya var. Ən keyfiyyətli meyvə, tərəvəz Rusiya bazarına çıxarır. Azərbaycanın daxili bazarına çıxaran isə keyfiyyəti nisbətən aşağı olması. Baxmayaraq ki, Azərbaycandakı ixracatçıları ən keyfiyyətli məhsulu Rusiya, xüsusən Moskva bazarına çıxarırlar. Amma sizi əmin edirəm, biz keçən il apardığımız monitoring göstərdi ki, Moskva bazarında keyfiyyətli gilası, əriyi Azərbaycan bazarı ilə müqayisədə daha aşağı qiymətə satır. Yəni, belə kifayət qədər belə hallar olur. Əgər siz indi axtarış versəniz, internetdə görəcəksiniz ki, keçən il ixrac olunan əriyin 1 kiloqramı ixrac dəyəri Azərbaycan pulu ilə 1 manat 91 qəpikdir. Gilasın isə qiyməti 2 manat 10 qəpik. Belə hal olurmu? Əlbəttə yox. Təəssüflər olsun ki, biz yetərincə gilas, ərik istehsal edə bilmirik. Bəzən bunu bizi istehsalçılar hava şəraitindən əlaqələndirirlər. Amma əslində isə bu yalnız hava şəraitindən bağlıdır. Ümumiyyətlə istehsal qaydasıdır. Bir sıra problemlər var ki, biz o problemləri həll etdikdə çətinlik çəkirlər və ona görə də bunu iqlimlə bağlıdır. Təsəvvür edin, keçən il 2025-ci ildə Rusiya 16.800 ton gilas ixrac edilib, 7.100 tonda ərik ixrac edilib. Əgər bu məhsullar daxili bazarda qalardısa, həm alıcılar üçün qiymət əlçatan olardı, bolluq olardı və mən sizi əmin edirəm ki, bundan bizim istehsalçılar zərrə qədər də ziyan çəkməzdilər. Alıcılar da mövsüm meyvələri almağın əvvəlki illərlə müqayisədə daha baha başa gəldiyini bildirirlər. Bəli, biraz baha oldu və yaxud tez gəldi, tez qutar. Ən çox mən bu baxımla rastlaşıram. Belə ki, qiymətlər gözləyəcək biraz qışa müəyyən qədər deyək ki, evdə bağlamalar filan, amma bizə görsən tez qutarı, sonra qiymət təzdən qalır. Bu da çox gözlənilməzdir. Amma qiymət bəli, müəyyən qədər qalsa da, yəqin ki, digər vətəndaşlar da ki, yəni müəyyən vaxtı görür ki, bolluq vaxtı daha münasib qiymətdir. Bəli, 8-9 adətən yolun qırağındakılar da həmçinin elə qiymətdə satır. İndi bilmirəm, axşama düşüb belə qiymətdir. 3 manatda məsələn gilası aldım. İndi baxıram, rastıma nə düşsə, baxım qismət nədən olur.